Hakkında danışanda bu barədə demişdik. Mənim çox xoşuma gəlir sizin sualınız, xüsusi göndərən, sualı göndərən. O, Məhəmməd Əli müəllim çox düz buyurur. Hər qəzəl muğamatın hamısına gəlməz. Hələ hissələr var ki, ora sadə qəzəl də gələr, Füzulinin də qəzəli gələr. Amma xüsusi bizim muğamın hissələri, şöbələri var. O, Sərv-i Azad, qədimlə mənə yeşdən görür, bu ətvandır. O bu ətvanında o said əlifbalar yoxdur, uzadılmalar var orada. Nəsə onu oxumayanda həmən o bəhərdə, həmən Füzulinin Allahı bir qəzəlini oxusun, gəlir. Nəsin? Onu bizdən qabaqçı böyük üstadlar, xanəndələr, onu elə düzəldiblər ki, indiyəcən onu, olur lent yazıları var. Bu ətvanında xanəndə Allahı qəzəl oxuyur. Heç bir vaxtı düz gəlmiş. Bu istir ləhcətinlə o düzəlsin, xeyr, mümkündür. Əgər muğamatı yaxşı mənimsəyən, yaxşı qulaq atan olar. Həm mənimsəyən olsun gərək, həm də yaxşı qulaq atan. Qulaq atan yaxşı başa düşmür, o ne bilecek ki, kanunda düz okuyur, yoxsa yox. Odur ki, onda bilinər ki, Allah'a qəzəl olsa olmaz. Mesela Mənsuriyə hissəsində çağıracağın, ancaq can vermə qəmi eşqə ki, eşq afəti candır, eşq afəti can olduğu məşhur candır. Bu qəzəl okunmasa, Mənsuriyə heç bir vaxt ölçülər düzgər, oxuyar kanunda. Çalan da çalar, çalan deyəcək neyimə lazım. Mən çağırıram sən oxu. Okuyan da okuyacaq deyəcək, mən də belə bacaram. İndi qiymət verən lazım ki, odur ki, Məhəmməd Əli müəllim çox düzgün deyir, laf belə haqlıdır. Bəzi muğamın hissələri var ki, hansı qəzəl oxusun gələr. Amma bu xüsusi güşələr, hissələr ki var, orada gerək mütləq. Aynen, çok sağ olun. Böyle bir teklif var ki, Hacı Ömer'im, siz rast dəstgahına başlayasınız, sonra biz söhbətimizi həm sizin yaradıcılığınız haqqında, həm də bu gecənin mövzusu mən istəyirsiniz konsert kimi oxuyum, yoxsa hissə oxuyub dayanım, mütaliə edirsiniz, mən bilmirəm. Mən elə gəlir, hissə oxuyub muğamı. Bayaq dedim ki, siz həm də söz sədaqıdınız, ustad muğamı olmaqdan başqa. Əvvəlcə onun sözünü oxusaq, sonra hissə muğamı oxuyub onu şərh eləsək, mən elə gəlir ki, bizim hamımızın beyindən olar. Çünki bu konsert ifasında biz çox eşitmişik rastı. Belə ustad müğənninin şərhində isə belə muğamlar az olur. Hacı müğənnim, buyurun söz sizindir. İndi Füzuli və Füzuli poeziyası və musiqi ki verilişidir bu. Mən əvvəl istəyirəm ki, bir dənə qəzəl Füzulidən oxuyayım, çalğısız. Ki, Füzuli qadasını aldığım incini. Ondan sonra muğamımızın Allahı bir şairlərin qəzəlini oxuyur. Həmişə Füzuli oxumayacaq ki. Mənim başımın üstündə evdə Füzulinin şəkili atılıb siz görmüşsünüz. Mən hər gün səhər durub onun üzündən ötürəm. Deyirəm ona ki, ustad, mən üzr istəyirəm səndən, çox yerdə oxumursan. Ona görə ki, sənə başa düşən azsın. Ona görə də mənə bu şənlik məclislərinə az dəvət edirlər. Ona görə mecburam Allahı şairlərdən ötürəm. İndi Füzulinin heykəlini üzbəüz oturmuşam, geri ondan bir qəzəl deyəm. Buyurun. Aşiyani mürğ dil zülfü pərişanındadır. Harda olsam ey pəri, gördüm sənin yanında. Eşq dərdiyle xoşam, əl çək əlazimdən təbi, qılma dərman kim, həlakim zəhri dərmanındadır. Məstixabi naz olub, cəm et dili sətfarəmi, kim onun hər parəsi bir nov ki müjganındadır. Gözlərim yaşın görüb şor, şor. Gözlərim yaşın görüb şor, etməli qərəbsin bu, həm? Ol nəməkdəndir ki, ləli şəkkər əfşanındadır. Bir belə. İndi axırı zəndi məsəldə burada hamısı alimlərdir, məndən yaxşı bilirlər. Dəstgahı dinləyək.
Kıyamet her biçim berpa
olur eğer olsa bir dursan ayıp kaş kiprigin çalsa cemi mehşer olur berhem Mene bir nağrı ki müjgan vurubdur ol keman ebru Ki her güzeşke buse vurmayıp büşettiler üstem Kaşın keskin kılıç hem gözlerin kan içen cellayat Kalındır dane-i tezvir Zülfünün bir dam müstehkem Ayeman eman Ne diller berdaş Berdaştın adı Bezigah Böyle hissedir Bu adlar koyulur ki bizim şivayet söylenmişlik gitmesin Bezigah dediler Berdaş dediler Şimdi biz gelip çatmışız rastının mahiyeti Felek edavet eder Felek edavet eder hatiri müşevveş ile Bunlar ne kinedi bu Aşık-ı bela keşler Bu resmidir ki ey periye merdime yayan olmaz Bu resmidir ki peri merdime yayan olmaz Gözüm nevesli temennadır ol perileş ile Yüzün, gözün, dehenin, kametin, iki zülfün Müsakkar eylemsen şeş cehati Bu şeşle karar sabr dilü tabi tağetim aldın Karar sabr dilü tabi tağetim aldın Bu nerede eşki demeyen Oynadım beşi şeşle Refik yoktur ola kaşki eşkiden hali Keçir hayatı seyyid şarab bir kaşle Halkın imanını germek ile şeytan aparır Halkın imanını germek ile şeytan aparır O peri şöhre nedendir ki bes iman aparır Ey kaman kaşlı menin Ey kaman qaşlı məni yar elədi qəmdən oxu Zülfü bas yarama Qoyma məni qan aparama Yanacaq Çeker canı seri kuyu nezif etmek için Sanki hüccaz mina dağına kurban aparır Zahid Zahid ol zülfü de ruhsarı gördükçe dedi Bu o Hindu beşerdir mektebe Kur'an aparır Eşkidir elden alan din ile imanı veli Telgiden töhmeti bihudeni senan aparır Çekmeyin seyyid-i la mezhebi meyhane saray
kaferi kebara hansı Müslümanın aparır ol feri eşkim melahet ol feri eşkim melahet mülkünün sultanıdır hüküm onun hükmüdür, ferman onun fermanıdır. Sürdü mecnun nöbetin, indi merem rüsvayı eşk. Doğru derler her zaman bir aşıkın dözanıdır. Mayeyi esli nesep ez gerdişe dövran zeres Mayeyi esli nesep ez gerdişe dövran zeres Padişah müfles şevet sömürü bibalir teres Nakesi der esketi bağlanışıyla eybini Zin sebep en güçlü küçük sahibi en güçlere ay aman 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 Rast guyende hecaze Rast guyende hecaze بنوا میخوانم که حسین گشته شده از دست مخالف عراق امان 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 ve dağdan bu hissesine Uşak Hüseyin'i onların da ne için Hüseyin'i değiller Hasan'ı demirler Uşaqda neye göre hələmçiyinə okunur? Onu ki, keçmiş xanəndələrimiz hala münasib olmaqdan ötürü, hər zamanın özünü. İndi biraz Hüseyni'də dini məsələ var orada. Ne olar sözlə bunu deyən adam, yazan adam, böyük musiqisi olub həm də yaxşı şair. İndi orada deyir, rast düz deməkdir. Düz deyirlər yəni. Rast quyəndə Hecazi, Hecaz şəhərində nava çəkirlər, nalə çəkirlər. Həm də musiqi adıdır. Nevada musiqi adıdır, Hicazda musiqi adıdır. Rast qoyan da rastdır. Rast qoyan da Hicazı bənava mixanən ki Hüseyin quşda şüdəz dəst-i müxalif və Əraq düşmən əlində İraq şəhərində öldürüldü. Ona görə də bu hissəsini onun Hüseyni deyirlər. Onun da sözləri əlbət ki Azərbaycan dilə demək olar, amma da o kişilər fast edirlər, mən dənəsə edirəm ki qarışmır. Şimdi teslim.
bu hissesine vilayeti deyirlər. Vilayetin Kürşəhnaz iki bir-birinə oxşuyur. Onu elə ifa eləmək lazımdır ki, bir-birindən ayrılsın. Onlar nə deyirlər? Rakit, Hindi. Ay aman, nazenin yarım eğer menneyim Değilsen bahaber ey nazenin yarım eğer menneyim Nedendir bes verir her bir serim oyun haber menneyim Mehabbet meclisin gel kış gününde eyleyek gülşen Mehabbet meclisin gel kış gününde eyleyek gülşen Gülü gül kunsa senden Ah için badı seher menden yanayım Bana daday daday Zamana ayrılık terhin araya salsa koy salsın bir ahile binasını eylemek zir zeber menden baş istersen bu baş Baş istersen bu baş gel al bu emri xeyri sal baştan Görün baş yetse ahir el çeker bu derdi sermen Gel bu emir xeyri sal baştan Görün baş yetse ahir el çeker bu derdi sermenden Gel al ver eyleyek ya inki menzurun ticarettir Mükerrer bulsa senden Nəqd candır müxtəsər məndən Yaşadet xərcə verməkdir xəyalın Yaşadet xərcə verməkdir xəyalın Gəl edək dəva Vəli səndən ox atmaq sinəni etmək süpər məndən Xəyalım var açam canan ilə sərraf dükkanım
Xəyalım var, araçam canan, nə sərraf dükkanım, gümüştək ağ bədən ondan, qızıl tək rəngi zər məndən, əman, 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 əman. Yarım, əman, əman, bədan, yarım, aman 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 ay da canım. Hüsset dilkeş hissesidir. Yani ürək açan, ürək çəkən, əsli adı Şəhnaz Xara, Qara Şəhnaz. Remzi ruhsarını yarım, amanın Remzi ruhsarını yarım, benim üstlerden sor. Yani ayine sefasın İskender'den soyar. Telxi şirini rehi eşkin ne bilsin Xosrow, onu Ferhad sitemli deyi Xunser'den sor. Ey sarayan aldı beğayna, ey soran abi beğan lezzetini kim necedir? Tapmasın Hızri eğer, getlevi dilberden son. Zahidin kârim Zahidin kârim neyin nab kılırsan ne ecep, gel onun zevkini bu pir kalenderden son. Zahid kimdir neşeyme, Degilen get onu meyhanede sağırdan sonra. Ey soran halımı kim? Ey soran halımı kim? Böyle perişan niye sen? Sorma benden onu o zülfünle emberden sor. Seyda şöyle şem'ir hüne yandığımı geceler şem'ide pervaneni gör.
pərdən solmuyor ay dadam ay nəzr eyləmişəm Nəzr eyləmişəm sürgündən alan Nəzr eyləmişəm könlümüzündən alan Qurban edirəm güşey çeşmindəki xanım Qurban edirəm güşey çeşmindəki xanım Olmaz belə qavmət, belə gərdən, belə sinə Olmaz belə qavmət, belə gərdən, belə sinə Bəh, bəh, nə deyim, Xudanın kərəmi Bəh, bəh, nə deyim, Xudanın kərəmi Şikəstəyi Fars, Xocəstəylə qarışıq, yəni Seganla Şikəstəyi Farsın qarışığına Xocəstə deyirlər, yəni gözəl O gül üzə düşən eymə O gül üzə düşən eymə Nə zülfü pürxandır Ki xəlqi bir-birə vurmuş Qəribə aləmdir Edib cahanı müsəxxər Edib cahanı müsəxxər Ələm vurub qəddin Fədai o qamətə canım Nə türfə ərğəndir Təbarəkallah, bu qədir qamətə düşüb danə Bu danənin həvəsin bilməyən nə adəmdir Ay dadı bin dadı Öfəqəhanı hər kim Öfəqəhanı hər kim Həyatı xızrı tapar Xoşay o kimsəyə daim yanında həmdəndir Hani bu cilvədə tavus Bu yer işdə təzər ilahi Bu nə girişmə, nə nadı çəmxəmdir Veribdi dayə sənə Veribdi dayə sənə Veribdi dayə sənə tifl olanda maye-i naz Məsih-i əsri özünsən O dayə Məryəmdir Mən öz qiyamətimi görmüşəm Mən öz qiyamətimi görmüşəm Gədəy vaiz Fəqirə yoxdur qiyamət Dübarə xurrəm Aman ay dadı Dad əlindən ay gözəl Dad əlindən ay gözəl Gözəl, gedərəm Gülüstana sənin əlindən gözəl, gedərəm Gülüstana sənin əlindən Buna bax yarıma bax, yarından alədən gəlir Buna bax yarıma bax
işvelerim bana. Çünkü çok da tuğul eleme olmaz. Yoldaşlarımız danışmaq. Çox sağ olun, var olun, sağ olun. Əziz yoldaşlar, mən bircə onu demək istəyirəm ki, hörmətli müğənnimizi müşahidə edən Tarda Ağa Səlim Abdullayevidir, Kamançıda da Nazim Əsədullayevidir. Qoy ustadımız biraz dincəlsin, dincini alsın, biz söhbətimiz davam eləyək. Balaca bir sır açmışdı əvvəldən. Mən bir dəstgahın da vədəsini almışam sevimli müğənnimizdən. Hələ yenə də bizi seyircilər eləyəcək sevimli müğənnimiz. Hə, balaca muğamın, digəh muğamının. Mən ən çox sevdiyim muğamdır, Hacıoğlu müəllimin ixlasında. Söz verib sizə, oxuyacaq bu muğamı. Bütün başqa dəstgahları kimi rast muğamında, rast dəstgahında əsrlərdən bəri oxunur və hər müğənni bu muğamı öz nəfəsini, öz səsini gətirir. Və bu muğamlar yəqin fərdi yaradıcılıq üslubundan asılı olaraq müğənninin bir-birini... Şairlər bu şiir qoşmalar düzəltirlər. Sonra bayatlar, el bayatları, onlar çox vaxt aşıqlara lazımdır. Amma bizdə bu muğamlıqda elə yer var ki, onun o yanıqlı yer, muya, yanıqlı oxuyub çalmağa deyirlər, muya. Odur ki, onu keçmiş bizim usta xanəndələrini, orada bir dənə, iki dənə bayat çıxarıblar ki, vəcdihal olsun. Necə olsun? Xahiş edirəm, bir nəzər verin. Başla. Muya yerim yani. Yo, əvvəl gəlir dablı oxuyursan ki, qıra muya gəlir. Her kim ister özünün serveri eyyam eləsin. Her kim ister özünün serveri eyyam eləsin. Bizler meyxanəni öksün tələbi cam eləsin. Ab-ı Kevsərdə mənim, Ab-ı Kevsərdə mənim hər nə nəsibim varsa yaman, Haq mənim, Ab-ı Kevsərdə mənim hər nə nəsibim varsa, Döndərib Rəbbim onu badə-i gülfam eləsin.